Salam uşaqlar, hoş gördük. Bugün sizlə iki rəqəmli ədədləri necə asan yolla kvadrata yüksəltmək olar, onu öyrədəcəm. 48-in kvadratını deməli nə edirik? Hər birinin kvadratını yazırıq. 8-in kvadratını yazırıq, 4-ün kvadratını yazırıq. Sonra da 4-ü 8-ə vurub 1 də 2-yə vururuq. Yəni bunu belə yadda saxlamaq olar ki, bunları vurub 1 də 2-yə vururuq. Gəlin yazaq. 8-in kvadratı neçə eləyir? 64. 4-ün kvadratı 16. İndi 4-ü vururuq 8-i, sonra da 2-yə. 4-ü 8-ə vurduq 32. Vurduq 2-yə 64. Ortadan yazırıq və toplayırıq. 4, 10, 1 yadda, 13, 1 yadda, 2. 2304. 53-ün kvadratına baxaq. 3-ün kvadratı 9, 5-in kvadratı 25. Uşaqlar, baxın bura. Burada 8-in kvadratı 64'dür. Onluğu da var, təkliyi də var. 3-ün kvadratı isə təklikdir, 9'dur. Onluğu yoxdur. Onluğu olmadığı üçün ora 0 əlavə edirik və davam edək. 5'i vuracaq 3'ə və vuracaq 2'yə. 15'i vurduq 2'yə, 30. Ortadan yazaq və toplayaq. 9, 0, 8, 2. 2809. 37'nin kvadratına baxaq. 7'nin kvadratı 49'dur. 3'ün kvadratı neçədir? 9. 7'nin kvadratı 49 olduğu üçün onluğu da var, təkliyi də var. İndi 3'ü vuracaq 7'yə, vuracaq 2'yə. 21'i vurduq 2'yə. Elədi 42. Yazaq 42. Və toplayaq. 9, 6, 13. 1369. 79'un kvadratına baxaq. 9'un kvadratı 81. 7'nin kvadratı 49. Gördüğümüz kimi onluq da var, təklik də var. Davam eləyək. 7'ni vururuq 9'a 63. Vururuq 2'yə 126. 126 və toplayaq. 1, 14, 1 yadda, 12, 1 yadda, 5, o da 1, 6. 6241. 94'ün kvadratına baxaq. 4'ün kvadratı 16. Təkliyi də var, onluğu da var. 9'un kvadratı 81. 9'u 4'ə vurub 2'yə vuracaq. 9'u 4'ə vurduq 36, vurduq 2'yə 72. Toplayaq. 6, 3, 8, 8. 8836. Elə uşaqlar, biraz məşq eləsəz, yəni hər birinin kvadratını tapıb, sonra da həmin ədədləri bir-birinə vurub 2'yə vursaz, asanlıqla cavabı tapa biləcəksiniz. Belə uşaqlar, bugünkü video dərsimiz sona yetdi. Uğurlar sizə. Sağ olun.